8 yaşdan sərbəst sürüş imkanı. Sürücülük vəsiqəsinə ehtiyac yoxdur. Son zamanlarda özəl mərkəzlər bu tipli elanlarla kvadrosikllara müştəri cəlb edirlər. Elə bu mərkəzlərə gedən yaşı az olanlar da az deyil. Hətta bəzi valideynlər yaşı az olan övladları ilə bu nəqliyyat vasitələrini idarə edirlər. Mövcud qanunvericiliyə əsasən kvadrosikl idarə etməyə görə minimum yaş həddi 16-dır. Yüngül kvadrotsikllar motosikletlərə bərabər tutulur. Yüngül kvadrotsiklları idarə etmək üçün A1, motosikletlərə bərabər tutulan digər yüngül kvadrotsiklları idarə etmək üçün A, kvadrotsiklları idarə etmək üçün isə B1 alt kateqoriyalı sürücülük vəsiqəsi tələb olunur. Qanuna əsasən A1 alt kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmə hüququ 16 yaşdan, A və B1 kateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarə etmə hüququ isə 18 yaşdan yaranır. Kvadrotsikllardan daha çox dağlıq relyefə malik ərazilərdə, qapalı məkanlarda istifadə olunur ki, bu da bir sıra hallarda qanunla nəzərdə tutulan tələb və qaydaların pozulmasına şərait yaradır. Lakin unutmaq olmaz ki, bu tip nəqliyyat vasitələrinin sürücülərinin mototəbilqədən, xüsusi geyim formasından istifadəsi təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır. Bəzən yol hərəkəti təhlükəsizliyinin həyat əhəmiyyətli olduğunu unudan kvadrotsikl sürücülərini özlərinin, doğmalarının taleyini dəyişə biləcəklərinin fərqində olmur. Sonrakı peşmançılığın fayda verməyəcəyini yaddan çıxarırlar. Hüquqşünaslar isə deyirlər ki, belə əyləncə mərkəzlərində yoxlamalar aparılmalıdır. Kimlər ki, onu istifadə edirlər, oranı tutaq ki, bir dəfə bir monitorinq eləmək olar ki, görək doğrudanmı hər şey yerindədir. Yəni, təhlükəsiz yerində, hansısa bir siqnal olanda və yaxud da növbəti daha bir dəyişik olanda gəlib ora bir nəzarət eləmək olar və bütün məsuliyyət qalmalıdır onu təşkil edənlərin, o xidməti göstərənlərin üzərində. Hərəsinə uyğun, kateqoriyalarına uyğun şərtlər olmalıdır. Adamın ondan istifadə etməsi üçün bəri başdan onu bir təlimatlandırmaq da lazım gələ bilər ki, bax, sən belə-belə bir şeylər eləyə bilərsən, bundan artıq eləyə bilmərsən. Baş Dövlət Yol Polisi İdarəsi bir daha kvadrosikl həvəskarlarına, eləcə də kvadrosikl turları təşkil edən, yaxud kirayə xidmətləri göstərən fiziki və hüquqi şəxslərə müraciət edərək, onları təhlükəsizlik qaydalarına qeyri-şərtsiz əməl etməyə, özlərinin və başqalarının həyat və sağlamlığını təhlükəyə atmamağa çağırır. Fidan Əsədli, Davud İbrahimov, Xəzər xəbər.